Dünən Azərbaycan azarkeşləri bir daha Qarabağın tarixi zəfərinə sevindilər. Komandamız Eştalyo Daluzda Azərbaycan dilində tərcüməsi ilə İşıq stadionunda Benficanın işıqlarını Mingəçevirdən söndürdü. Bu komandaya həqiqətən əhsən, ayaqda alqışlanmalıdır. Ona görə yox ki, burada iştirak edirlər, bizi sevindirirlər. Ona görə ki, bütün dünyaya futbolun bank hesablarında yox, meydanda oynandığını sübut etdilər. Biz millət olaraq deyəsən gerdən gəlib qazanmağa öyrəşmişik. 44 günlük müharibədə necə bunu sübut etmişdiksə, dünən də elə oldu. Siz kanala abunə olub videonu bəyənin, mən də dünənki oyunu sizin üçün şərh edim. Dünən UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turu başladı. Başlayan kimi də sensasiyalı nəticələr gəldi. 20:45-də baş tutan PSV Saint-Gilloise maçında qonaqlar 3-1 hesabı ilə qalib gəldi. Ancaq bütün Avropanın hal-hazırda danışdığı oyun Qarabağın Benficanı öz meydanda biabır etdiyi maçdır. Ona görə yox ki, 300 milyonluq heyəti ilə 24 milyonluq komandayı uduzdular. Ona görə ki, Benfica öz meydanında Qarabağa əzilə-əzilə yenildi. Komandamız hər bir statistikada hesab da buna daxildir, rəqibini birbaşa üstələdi. Hətta Türk mediası da bu dəqiqə Fenerbahçe'nin 2 oyuna 1 gol belə vura bilmədiyi Benficanı Qarabağın udulmasından şoka düşüb. Gəlin indi bir-bir futbolçuları ayıq başla analiz edək. Hər bir futbolcuya subyektiv qiymətlərini verək. Bu qiymətlərlə razılaşmaya bilərsiniz, özünüz öz qiymətlərinizi aşağıda komentə yazın. Dünənki maçda Qarabağın qapısı Kohalskiyə o qədər də yük düşmədi. Qapısına gələn 3 zərbədən ikisi gol oldu, ancaq qollarda qapısını günahlandırmaq olmaz. Buna görə də Kohalskiyə 6-5 versək məncə bəs edər. Müdafiədə Medina və Bəhlul yenə divar kimi idilər. Düzdür, ikinci qolda kobud səhv etdilər, amma yenə də yüksək qiymətə layiq olduqlarını söyləyə bilərik. Xüsusilə də oyunun son anlarında Bəhlulun kritik müdaxiləsi bizə 3 xalı gətirdi deyə bilərik. Ona görə də müdafiəçilərimiz 8 xalı haqq etdilər. Cinah müdafiəçilərindən isə Mateusz Silva və Elvin Cəfərquliyev üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. Xüsusilə də Mateusz Silva. Hücumlarda iştirak etdiyi müdafiədə də yaxşı idi. Ona 8, Elvinin isə birinci qoldakı səhvinə görə 7 verərdim. O topu oradan çıxartmalı idi. Yarım müdafiədə Bikalyonu çox bəyəndim. Müdaxilələr tam yerində idi. Həm də bu oyuncu dünən UEFA tərəfindən oyunun adamı seçildi. Kadinin keçidləri, Yankovicin isə De Bruyne sayağı asisti super idi. Ümumiyyətlə Yankovici bu mərhələdən sonra komandada saxlamaq çətin olacaq. Belə də desək, Yankovicə 8-5, Kadi və Bikalyo isə 8 verərdim. Hücumda Zubirin asisti və Leandro'nun qollarına 8-5 düşür. Ancaq oyunun qəhrəmanı mənə görə 1 qol 1 asistlə Qarabağın Portminoze'dən 200.000 avroya transfer etdiyi Camilo Duran'dır. Ona da 9 düşür. Ehtiyatdan oyuna girən Kaşuk da qələbə qolumuzu vurduğu üçün 8-də ona. Amma ən böyük qiymət bu heyətlə Avropada xarüqələr yaradan Qurban Qurbanova düşür. Çempionlar Liqasında Azərbaycan klubunu bu səviyyəyə çatdırmaq üçün elə Qurban Qurbanov olmalısan. Əhsən, bu adamın heykəli üçün artıq Qarabağ rəhbərliyi beton zavodlarla müqavilə imzalasa yaxşı olar. Biraz da rəqibdən danışaq. Benfica heç də sadə görüləcək komanda deyil. Bu kollektiv tarixində 2 dəfə Çempionlar Liqasının qalibi olub. Heyət dəyəri hal-hazırda 300 milyon avrodur. Vangelis Pavlidis kimi hücumçuya, Barranesiya və Rios kimi yarım müdafiəçiyə və dəyəri artıq 100 milyon avronu ötmüş 21 yaşlı Antonio Silva kimi müdafiəçiyə sahibdirlər. Heyətlərində Otamendi kimi dünya çempionunda top qovur. Bu komandanı hələm-hələm klub səfərdə məğlub edə bilmir. Bu oyundan sonra komandanın baş məşqçisi Bruno Lage istefaya göndərildi. Ancaq artıq bu bizi maraqlandırmır. Özləri bilərlər. Çempionlar Liqasında ilk 6 oyundan sonra 3 xallı Qarabağ, Real Madrid, Tottenham, Dortmund və Juventus'un üzərində 3-cü yerdədir. Bundan sonraki maçımız oktyabrın 1-i evdə Kopenhagenə qarşı olacaq. Komandamız o oyundan da 3 xal qazanacağı təqdirdə 6 xalla iddiasını ortaya qoya bilər. Ancaq gəlin ayağımızı yerə bərk basaq və rəqibləri ciddiyə alaq. Əminəm ki, Qurban Qurbanov və yetirmələri də bu cür edəcək. Uğurlar Qarabağımıza.